Salam, hörmətli tamaşaçılar. Sizə dünyanın müxtəlif yerlərində son bir həftə ərzində baş verən anormal hava şəraiti və iqlimlə bağlı məlumatlar çatdırmaq istəyirik. 2025-ci ilin 3-9 noyabr tarixlərini əhatə edən 7 gün ərzində dünyada və Azərbaycanda müşahidə olunan əsas iqlim hadisələri barədə məlumat təqdim edirik. Bəzi mənbələrdə Tino adı ilə qeyd olunan Kalamegi tayfunu Filippin və Vyetnam bölgələrinə düşərək güclü yağışlar, daşqınlar və elektrik enerjisində kəsintilərə səbəb olub. İntensiv külək və leysan səbəbindən yerli xidmətlər əhalini təxliyə edib və məktəbləri bağlayıblar. 3 noyabrda Filippinin mərkəzi hissəsində yerləşən Cənubi Visayas adalarının üzərindən keçən küləyin sürəti saatda 150 km olub. 7 noyabr tarixində olan məlumata görə 8 region üzrə təxminən 2 milyon yarım insan fəlakətdən zərər çəkib. 300 mindən çox adam hazırda 3 minə yaxın təxliyə mərkəzindən yerləşdirilib. 75 insan isə yaxınları ilə qalır. Milli fəlakət riskinin azaldılması və idarəetmə şurası baş vermiş şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində 153 nəfərin həyatını itirdiyini, 86 nəfərin isə itkin düşdüyünü bildirir. Amerika Birləşmiş Ştatlarında Michigan gölü ətrafında çovğun və qasırğalı qarlı hava çərşənbə axşamına qədər davam edib. Atmosferin yüksək qatında son dərəcə soyuq hava ilə Michigan gölündən buxarlanan nisbətən isti kondensat birləşərək bazar gecəsinə qədər intensiv hava anomaliyası yaradıb. Belə miqyaslı qar yağıntısı nəqliyyatın hərəkətini asanlıqla dayandırıb. Güclü qar yağışı başlayıb. Proqnoza görə şiddətli külək, buzlanma və təxminən 38 sm qar yağıb. Noyabrın 3-dən 5-nədək Qazaxıstanın bir çox bölgələrində intensiv qar yağıb. Yollar buz bağlayıb. Qarlı çovğunlu hava şəraiti noyabrın 13-nədək davam edəcək. Şimal bölgələrində qar fırtınası, cənub-şərqdə isə güclü yağıntılar gözlənilir. Demək olar ki, bütün ölkə üzrə duman, buzlaşma və küləyin güclənməsi proqnozlaşdırılır. Yalnız cənub bölgələrində hava əsasən sabit qalacaq. Əfqanıstan Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin ilkin məlumatlarına görə zəlzələ nəticəsində ən azı 20 nəfər həlak olub, 643 nəfər xəsarət alıb. Onlardan 25-i ağır vəziyyətdədir və ölənlərin sayının artması ehtimal edilir. Keçən həftə Karib dənizi bölgəsini güclü 5-ci kateqoriya tayfun vurmuşdur. Bu, Yamaykanın sahillərində müşahidə edilmiş ən güclü fırtına olub və 1988-ci ildən bəri baş verən ilk böyük qasırğadır. Təbii fəlakət zamanı ən azı 28 nəfər həyatını itirib. Melissa qasırğasının yaratdığı dağıntılar 2,8 milyon əhalisi olan Yamaykanın fermerlərini çətin şəraitlə üz-üzə qoyub. Böyük ehtimalla sakinlər əsas qida məhsullarında çatışmamazlıqla üzləşəcəklər. İranın paytaxtı Tehran və ətraf ərazilərdə yağıntıların olmaması səbəbindən quraqlıq hökm sürür. Su anbarları demək olar ki, boşalıb və hakimiyyət vətəndaşları su ehtiyatı etməyə çağırır. Prezident Məsud Pezeşkiyan bildirib ki, bəlkə də Tehranın bu səbəbdən köçürülməsi lazım gələ bilər. Pezeşkiyanın sözlərinə görə, yaxın vaxtlarda yağış yağmasa, Tehran su verilişini məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Amma bu tədbirlər belə gələcəkdə fəlakətin qarşısını almaq üçün kifayət etməyə bilər. İran prezidentinin sözləri İran qəzetlərində və sosial şəbəkələrdə tənqid dalğası yaradıb. Tehranın sabiq meri Qolam Hüseyn Kərbəşi bu fikri zarafat adlandırıb və Tehranın köçürülməsinin heç bir mənası yoxdur deyib. Meteoroloqlar bildirirlər ki, İranda növbəti 10 gün ərzində yağıntı gözlənilmir. Bu arada su böhranı artıq paytaxtın gündəlik həyatına təsir göstərir. Ötən həftə 3-9 noyabr ərzində Bakı və ətrafında hava belə olmuşdur. Gündəlik maksimum temperatur təxminən müsbət 16-20 dərəcə, gecələr isə temperatur müsbət 11-13 dərəcə aralığında qeydə alınmışdır. Son 7 günün anormal hava icmalı yekunlaşdı. Növbəti həftəyə hazır olun. Sizə yaxşı hava şəraiti arzu edirəm.